Bir daha vətəndaşlara müraciət etmək istəyirəm. Əgər görsəniz ki, rəhbərlik edən şəxslər əyri yola gedirlər, mütləq məlumat verin. Yaxşı da görüm ki, mən şikayət edəyək cənab İlham Əliyev. Bu 5 general Azərbaycan gənclərini narkotika sürükləyirlər. Bunlar bunun üçün şərait yaradırlar. Azərbaycan sərhədini Elçin Quliyev qoruyur da, mən biləni. Elçin Quliyev əgər bu qədər zəifdirsə, Elçin Quliyev sərhədləri qoruya bilmirsə, niyə general vəzifəsində oturub orada? Bağırıq Şahin, Kömrük Komitəsinin sədridir. O neynir? Yəni ki, elə bir günən ki, samolyotla gəlir, samolyotla gələndə onu yoxlaya bilmir. Axı bizim quru sərhədlərimiz bağlıdır. Quru sərhədimiz bağlıdırsa, demək Azərbaycanın sərhədlərini qorumursunuz. Əgər Azərbaycan sərhədləri qorunmuş olsaydı, oradan keçən narkotiklərin hardan keçdiyini siz bilərdiniz. Mən də ona görə deyirəm ki, Azərbaycanın 5 generalının yerinə mən utanıram. Mən utanıram ki, Azərbaycan generalları Azərbaycan xalqının gənc balalarının məhvinə göz yumurlar. Yəni ki, 5-10 manata görə bu uşaqların evini yıxırlar. Bu uşaqların gələcəyini məhv edirlər. Bizim genofonumuzu məhv edirlər. Və bunun qarşısını güya bunlar istəsə ala bilməz, əlbəttə ki, ala bilər. Demək, Azərbaycana hal-hazırda narkoman uşaqlar sərfəlidir. İstədikləri vaxtda analarını qapılara salır, oradan pul aldırır, gətirirlər bunlara, yem kimi verirlər. Qalan istəmədikləri vaxtlarında da hansısa barıqan yerinə bədbəxt birini salırlar ortaya, həmin uşaq pul vermədisə tutub basırlar içəriyə. Demək, hər bir adam, bunların polis işçiləri, hamısının bir barıqası var. Onun əvəzinə başqasına tuturlar, zvanyasını qaldırırlar. Pul qazanırlar, zvanya qaldırırlar. Pul qazanırlar, zvanya qaldırırlar. Azərbaycan bundan ibarətdir də. Biz Azərbaycan xalqını narkomaniya qarşı mübarizəni kim eləməlidir? Hümmətov İslam narkomaniya qarşı idarənin rəisidir, mən biləni. Və qardaş, sən hara baxırsan? Sən görmürsən ki, insanlar uşaqların evində, sizin balalarınız yoxdur. Sizin də çoxsuzun balalarla narkoman olduğunu bilirəm. İsraildə müalicə olunanların bilirəm. Axı, bu kasıbın pulu yoxdur axı. Bu necə geçsin, orada müalicə olunsun, burada müalicə olunsun. Siz müalicə edirsiniz. Amma ki, bunlar eləyə bilmir axı. Biz biraz oturun, Allah'ınızdan qorxun, görün ki, nədir? Kamran Əliyə, sən hara baxırsan, qardaş? Və sən o qədər hərdən oturub fikirləşirəm ki, Azərbaycanın prokuratura sistemi lazımdır ya yox. Əgər polisin elədiyi əməli siz gizlədirsinizsə, Azərbaycanın prokuratura nəyə lazımdır? Azərbaycanda prokuratura polis sisteminə nəzarət deməkdir. Sən ona nəzarət eləyə bilmirsənsə, o vəzifədə niyə oturmursan? Elçin Quliyev sərhədi qoruya bilmirsə, niyə orada oturur? Şahin Bağırov, əgər sən tamojnadan adam kimi yoxlaya bilmirsinizsə, orada niyə oturmursunuz? Hər şeyin başında yenə Vilayət Eyvazov gəlir. Vilayət Eyvazov, sən əgər polissən, generalsan, sən bilmirsən bu narkotik hardan gəlir, sən bilmirsən barıqalar harda oturur, sən bilmirsən ki, bunlar uşaqları necə evlərini yıxırlar. Mən başa düşürəm, bunların hamısını siz bilirsiniz, hamısını əla bilirsiniz. Amma sizə sərf eləyir Azərbaycanın gəncliyini məhv eləmək. Çünki əgər nə qədər gənclik məhv olacaqsa, nə qədər bizdə cahil insanlar olacaqsa, sizə sərfəlidir, siz orada işləyə bilirsiniz. Amma sizə ağıllı kadrlar lazımdır, sizə ağıllı uşaqlar lazımdır. Siz uşaqların gələcəyini, yəni ki, sağlamlığını qorumaqdan siz bunları məhv edirsiniz. Azərbaycan balalarının demək olar ki, hər ailədə bir 10 ailədən birində narkoman uşaq var. Anaları mən görürəm, onların ağlar səslərini eşidirəm. Nə zülümlər çəkirlər. Bəs o anaların ağlaya-ağlaya qonum-qonşudan yığdıqları pullar, nəyinəsə satıb gətirdikləri sizə pulları onu necə evinizə aparıb, onu balalarınıza yedizdirə bilirsiniz. Bəs bunların hamısını Allah görür axı. Allah görür ki, siz bu xalqa zülm edirsiniz. Əgər 5 general istəmiş olsaydı, Azərbaycanda narkomaniya olmazdı. Azərbaycan sərhədləri bağlıdır. Bu sərhədlərə bu hardan girə bilər ki?
heç yerdən. Demək bunun təşkilatçısı siz əla bilirsiniz ki, kimdir. Ona görə oturun, biraz fikirləşin, biraz Allah olsun. Mən 5 generalın yerinə Allaha and olsun utanıram. Mən istəməzdim ki, bizim generallar bu dərəcədə olsun.